Salam, bugün sizlərlə olduqca vacib və biraz da mürəkkəb bir mövzunu, Azərbaycanın hüquq və məhkəmə sistemini müzakirə edəcəyik. Gəlin görək, vəziyyət əslində necədir? Gəlin elə birbaşa əsas sualdan başlayaq. Hər birimizi maraqlandıran sualdan. Azərbaycanda ədalət axtarışına çıxmaq, yəni haqqını tələb etmək, asan başa gələn bir prosesdirmi? Bu suala cavab tapmaq üçün gəlin bir neçə mərhələyə nəzər salaq. Əvvəlcə sistemin özünə baxacağıq, sonra əsas çətinliklər nələrdir onlara aydınlaşdıracağıq, ardınca bu çətinliklərə qarşı hansı islahatlar aparılıb onlara toxunacağıq və təbii ki, bütün bunların bizə, yəni sıravi vətəndaşlara təsiri nədən ibarətdir? Sonda isə biraz da gələcəyə baxıb bizi nələrin gözlədiyini müzakirə edəcəyik. Yaxşı, başlayaq birinci hissədən. Baxın, sistemdəki dəyişikliklərdən danışanda, ağla gələn ilk və ən mühüm məqamlardan biri 2019-cu ildə imzalanan bir prezident fərmanıdır. Bu fərman demək olar ki, bütün sonraki islahatlara təkan verdi. Və aydın məsələdir ki, bu sadəcə kağız üzərində bir dəyişiklik, kiçik bir yeniləmə deyildi. Yox, bu fərman əslində məhkəmə sistemində illərdir yığılıb qalmış o struktur, o funksional problemlərin həlli üçün atılmış ən fundamental addım hesab olunur. Yəni, bütün hüquqi bazanın demək olar ki, yenidən qurulması üçün bir zəmin yaratdı. Yaxşı, islahatlar aparılır, amma niyə? Bu islahatlar hansı problemləri həll etməyə çalışırdı? Gəlin indi də məsələnin bu tərəfinə, yəni sistemdəki əsas çətinliklərə baxaq. Bu çətinlikləri ümumiləşdirsək iki böyük qrupa ayıra bilərik. Bir tərəfdə qərarları verən orqan, yəni məhkəmə hakimiyyətinin özü durur, hakimlər, məhkəmələr. Digər tərəfdə isə vətəndaşları bu prosesdə təmsil edən vəkillik institutu. Məhkəmələrin özlərinə gəldikdə problemlər təəssüf ki, az deyil. Birincisi, iş yükü. Çoxlu iş var, amma hakim sayı azdır. Bu da nəyə gətirib çıxarır? Təbii ki, gecikmələrə. Sonra texnologiya məsələsi. Elektron məhkəmə kimi bir sistem var, amma hələ də hər yerdə tam işləmir. Və əlbəttə, ictimaiyyəti ən çox narahat edən məsələlərdən biri – korrupsiya riskləri və məhkəmələrin müstəqilliyi. Keçək vəkillərə. Burada da vəziyyət deməli biraz mürəkkəbdir. Ən böyük problem bəlkə də vəkil qıtlığıdır. Yəni, əhalinin sayına görə kifayət qədər vəkil yoxdur. Bu nə deməkdir? Bu o deməkdir ki, sizin seçiminiz məhdudlaşır. Bəzən isə vəkillərin məhkəmədə hüquqları tam təmin olunmur, yəni tərəflər arasında bərabərlik pozulur. Üstəlik, bəzi hallarda etik problemlər də olur, dövlət hesabına ayrılan vəkillərin isə maaşı az olduğu üçün xidmət keyfiyyəti sual altında qalır. Yaxşı, problemləri saydıq. Bəs bütün bu çətinliklərə cavab olaraq nə edilib? Gəlin indi də islahatlar dalğasına nəzər salaq. Görək, statistik göstəricilər və qanunvericilik bu sistemi necə dəyişməyə çalışır? Baxın, atılan addımların bəlkə də ən bariz nümunəsi rəqəmlərdədir. Proqnozlara görə 2025-ci ilin sonuna qədər Azərbaycanda vəkillərin sayı 2836-ya çatacaq. Bu, vəkil qıtlığı probleminin həllinə yönəlmiş çox ciddi bir artımdır. Amma bu rəqəmin arxasında başqa bir reallıq da var. Bu vəkillərin demək olar ki, hamısı haradadır. Baxın, 2300-dən çoxu Bakıda cəmləşib, bütün regionların payına isə cəmi 522 vəkil düşür. Bu, əlbəttə, çox böyük bir disbalansdır və regionlarda yaşayanların keyfiyyətli hüquqi yardıma çıxışını ciddi şəkildə məhdudlaşdırır. Rəqəmlərin göstərdiyi başqa bir maraqlı, eyni zamanda düşündürücü məqamı isə gender balansıdır. Görürsünüz, vəkillərin 77%-dən çoxu kişilər, cəmi 22% isə qadınlardır. Bu təkcə bir statistika deyil əslində. Bu o deməkdir ki, sistemdə fərqli həyat təcrübələri, fərqli baxış bucaqları yetərincə təmsil olunmaya bilər. Vəkillərin sayının artırılması ilə paralel olaraq qanunvericilik sahəsində də addımlar atılıb. Məsələn, 2019-cu ildəki o məşhur fərmandan sonra prosesual məcəllələrə, vəkillik haqqında qanuna kompleks dəyişikliklər edilib, hakimlərə verilən vəsiqələr üçün yeni qaydalar müəyyən olunub. Yəni, prosesi modernləşdirmək üçün ardıcıl cəhdlər olub. Yaxşı, qanunlar dəyişir, vəkillərin sayı artır, fərmanlar verilir. Bütün bunların bizə, yəni ədalət axtarışında olan adi bir vətəndaşa nə kimi təsiri var? Gəlin indi bu sualın cavabını axtaraq.
Vətəndaşın hiss etdiyi ən konkret dəyişikliklərdən biri yəqin ki, elektron məhkəmə sistemidir. Artıq məhkəməyə getmədən onlayn şəkildə iddianızı qaldıra, işinizin gedişatını izləyə və hətta yekun qərarı da elektron portalınızdan ala bilirsiniz. Bu, bürokratiyanı azaltmaq üçün atılmış vacib bir addımdır. Amma bu medalın iki yüzü var. Bir tərəfdən, bəli, müsbət dəyişikliklər var. Vəkil sayı artdığı üçün rəqabət artır, seçim çoxalır. Ödənişsiz hüquqi yardıma çatmaq biraz daha asanlaşıb. Amma digər tərəfdən çox fundamental problemlər hələ də qalır. Məsələn, siz məhkəməni uda bilərsiniz, amma o qərarın icra olunması hələ də ən böyük baş ağrısıdır. Bir də, insanların hüquqi savadının aşağı olması onları qeyri-rəsmi vasitəçilərin, yəni iş düzəldənlərin qurbanına çevirə bilir. Yaxşı, bütün bunları nəzərə alsaq, bugün Azərbaycanın ədalət sistemi harda dayanıb? Bir tərəfdə tərəqqi var, digər tərəfdə isə hələ də davam edən problemlər. Gəlin bu balansa baxaq. Gəlin bir növ balans cədvəli quraq. Baxın, vəkil qıtlığına qarşı imtahanlar intensivləşdirilib. Amma problem nədir? Regionlarda vəziyyət hələ də kritikdir. Bürokratiyanı azaltmaq üçün elektron məhkəmə sistemi yaradılıb, amma o sistem hələ də hər yerdə tam gücü ilə işləmir. Hesabatlılığı artırmaq üçün intizam komissiyası gücləndirilib. Amma ən sonda o məhkəmə qərarının icrası hələ də ən böyük problem olaraq qalır. Görürsünüz, hər addımın yanında bir amma var. Və bütün bunlar bizi son, amma bəlkə də ən vacib suala gətirib çıxarır. Bütün bu islahatlar, atılan addımlar, dəyişikliklər, ədalət tərəzisini tam olaraq tarazlaşdırmaq üçün yetərli olacaqmı? Bu, cavabı zaman göstərəcək bir sualdır. Və bir daha xatırladır ki, islahatlar yolu hələ bitməyib.